در دل تاریخ غنی اسلام شاعری بزرگ به نام فردوسی طوسی زندگی می‌کرد که با اثر بزرگش شاهنامه تاریخ و اساطیر را به زبان شعر بازآفرینی کرد. او در دورانی زندگی کرد که کشورهای اسلامی حکومت‌های مختلف را تجربه می‌کرد و زبان و فرهنگ دری با چالش‌هایی روبرو بود. شاهنامه فردوسی نه تنها یک اثر ادبی بزرگ است، بلکه به عنوان سندی برای حفظ زبان دری شناخته می‌شود. Bunların əsl nəsəbi gedir Bengala. Yəni bütün İrandakı, Əfqanistandakı yaşayan, özlərinin iddiası var Persiyən, Aryan, Arya, Farsi, Dəri, əmsalı bunlar hamısı gedir əsl nəsəbi Bengala. Bengallar ki, indi necə deyirlər Bəbri Bengal, yəni vəhşidirlər. İndi necə 21-ci əsrdə və çox fəcib bir kəsafət vəzdə yaşayırlar ki, doz yaşayan mühit ondan 1000 məratib şərəflidir. Yox. Bu Hindistanlılar özləri bir kəsafət bir insanlar, bir kəsafət, bu necəpərəstə eyni vaqiyyət olan fərhəngi olur. 7 milyar nə moda məzhəf biri, nə pox qucaqlayıb. Üzrsən mən bu pərəstiş edir. Var ha, bunu ciddi deyirəm. Sıçan pərəstiş edən yerdə 21-ci əsrdə nə olar bombatum olanda? Bombatum olanda malın heyvanın südüyündən əlclərin yollar. Duş qəbul edirlər. Bunların başındakı bəbirlər ki, öldürülmə bulan dərisini çəkmişlər. Libas yeni işləri 2500 ildən qabaq ki, Bengal tərəfindən ki, Hindistanda bunları nəcis deyirlər. Nəcis kəlməyə farsca yox, kəsafət nəcis. İndisi də orada Biblə əlyan var, yaşayırlar, bu gözləri nəcis, tərəz nəcisdir, kəsafətlə. Bəli, bu kəsafətdə həmən bu tirə bu fasları, qəbulluqlar yoxdur ki, bunlar gör nə qədər mundar var. O mundarlar bu mundarları qəbul eləmir. Bunlara nə qız verərlər, nə gəlin alırlar. Niyə ki? Bir tirə təbarlarda bunlar köçdü getdi. İndiki o Hindoçin deyərlər, dağlarda yaşayırlar. Ki orada bunlar bir qızı alar, məsələn 6-7 qərdəş arvadılar. Yəni bir dana qız 7 qərdəşə xədəmat cinsi verər. Tam doğru, tam doğru. Bunlardan hər uşaq ilk dünyaya gələr. Bunlar müstənəddir. Böyüklərin uşaq, indi bir 8 qərdəşlər bir arvaddır, müştərəklər. İndi bu uşaq dünyaya kimdəndir? Əvvəl uşaq yetişər, böyük qərdəşə. Kiminci uşaq yetişər, belə silsilə məratib gəlir. Axır uşaq kimin olar, dədəsi kim olar? Axırıncı o qərdəşlər ki var. İndi bizdə bunlar yaşayırlar və məharəmə bağıyı ki, bacı öz bacısı ilə yatarlar. Hətta indiyinizdə bunlar nəcislər öz bacılarını alırlar. Yəni tam doğru düzdür. Əsli Fas, nəm Persiyən, Persiş, nəm nemidiyanəm dəri əmsalı bunlar hamısı məharəmzadədirlər. Və böyüklərin xidməti ki, bəşəriyyət 2 seri bunlara eləyibdir. Türklər idi ki, bunları bölmürdülər və bunları indiki adlanan İran ölkəsinə qoydu gəldi. Çünki bunlar dəri ilə gəlmişdilər İrana, indiki adlanan İran. Bunlar hamısı dəri girmişlər. Bu dəridə əsl türkçe kəlməsində pas deyərlər. Paslar. Allah pələhdir. Mən deyirəm, iştibah edirəm. Qoca çox zatları da gətirə bilmir. Bu nəcislər haman nəcislərdir ki, gəlib də indiki İrana və böyüklərin xidmətdə ondan sonra türklər bunları yedirmə, içmə, insaniyyətçılığı, damdarlığı, kişavəzliği öyrəşiblər. Bəhşidirlər bunlar, bəxişirdir. Bunlar pələhlə savaşan Bengala deyir, Bəbri Bengal. Bengalda bunlar öz vəhşi böyüklər. Yəni yarpaq bağlayıb qabaqlarına, dəri bağlayıb qabaqlarına dur gəldilər indiki İrana ölkəsinə. Bunlar ta 1400 illəri bax, İslam İrana girməmişdən qabaq, onlar məharəm idilər. Yəni məharəm yəni öz bacısından izdivac edir, öz bacısından yatırdı, Meyliq Delxat nənəsinin və məharəmzadədir. Yəni min rəhmət haramzadə. Nəciszadə, nəcis olar da. Nəciszadə, gül badımcan olmaz şey, elə olar.